Sabrina Watson tek bölümdü. Yani upgrade elədik, akademiyada gücləndirdik. 8 level'dılar. O yüzden yaxşıdır. Arzuqsanla oynayırıq, başlayaq. Belə. Böyle kimi arzuqsanla oynayırıq, dedi oyna. Ya size veriyorum. Buraya gelin. Ham gelsin. Bir şey de vermeyeceğiz çünkü ağımızı kullanırıq. Neyse. Qəbələnin atakı. Çok güzel bir hücum. Bir gol gelir mi? Yok. Azaqsan hücumda 3 nəfər aldatdı. Deməli hücumdayıq. Azaqsan qırmızı kart alıyor. Azaqsan atakları bitmir və qəbələ atakdadır deyəsən, bəli. Buradan gönderdik mi? Böyle bir gönderme yoktu. Bəli, qəbələ bir atak da eləyə bilərsək mi? Eləyə mi? Qəbələ. Hadi qəbələ. Və oy çok pis gol. Çok qəşəng vuruşuydu. Və maç bitdi. 1-0. 5-ci yerdəyik. Oğlumuz sakatlandı. O Qarabağla oynuyorum. Qarabağı görən 0 məğlub eləyəcək. Petrovkaya sarı kart aldı. Bəli, Qarabağ atakdadır. Ya top sıfır. Qarabağ atakı budur. Ay Qarabağ çok güclü gelir. Qarabağ ve gol deyəmdik. Bəli, Qəbələ hücumladı. Qəbələ. Oy girəbilərdi qapıya. Diqqətli olmalıdılar. Qarabağ uda bilərik. Çox güclü gedirik. Bəli baskıları yeyirik. Və Qarabağ yenidən hücum edir. Oyuncumuzu aldatdı. Mən ya koymadı futbolçu. Sabo vurur. Qarabağın təzahüsü və Qəbələnin bir hücumu daha. Bəli, və 1-0 maç bitir. Kaybedirik. Gördüyünüz Sumqayıt 0 puanda. Şamaxı birincidir. Şamaxı da zəifliyib. İsmail Akindi qəşəng. Şimdi oyunumuza kesirik. Turan Tavus'un hücumu.
Çok tartışmalı olabilir ve gol ve gol. Gebele hücumladı. Gebele. Ve öz kollarına vururdu. Göz kapağına vururdu. Oy. Bu oyun gergin keçəcək. Gebele bir atakta eləsə gol vurmanın çox imkanı ola bilər. Yox, xeyr. Desən Gebele vura bilməyəcək. Top çıxardırıq. Gebele son hücumu. Desən son hücumudur. Gebele'nin oyuncusu İsmail Akindi. Ay. Maçda bir bitir. Bəli, 1-0 duzuruq. Sumqayıtla oynayırıq və Skype eləyə bilərdik. Neysə, eləmirik, sonra deyək. Şəhanla oyunumuz var mı? Skype eləyirik. Yapamadım. Ay. Sumqayıt ilk birinci qalını vurur. Sumqayıt da bilsə 3 qalını alır. Və top çıxardırlar bizim oyuncular. Və Rüstəm Ahmedzadə vurur. Gebele'nin hücumu. Top təhlükəli ola bilər. Xeyr. Təhlükəli deyilmiş. Müdafiəçilər çoxdur. Sumqayıt qapısına təkdə. Oy. 3-0 düzülür. 3-0. Gebele'nin atakı nə ola bilər? Vay. Direğe vurdular. İki yarı bitirib. Yeniden atak olabilir mi dairede? Oy. Nerede 0 duzuruq. İndi Şəfa ilə oynayabilirik. Messi Bakı ilə. Bəli, uduzdu. Bəzə gözləsəydik Şəfa ilə oynayabilirdik. Sonraki oynamasıdır. Şəfa hafta bir gol bir hücum eləyir. Nədir? Günərdəsən ancaq gol yiyəcəyik. Kesin vurabilirdik. Ve yeniden hızlandırabilirik. Ama 2-1 elemiyorlar. 2-1 elemiyorlar ya da 1-1. Ve ya çok uzun artık. Birazcık kısa eleseydi tutmuştu. Gebele'nin hücumu. Gebele bu ay. Çok pis zərbəydi. Ve Gebele. Son hücum olabilir. Ay yenə. Pis oldu. Ve son hücumları. Maalesef 1-0 hazırıq. Son
bugünlük oyunumuz imişliğine. Bunu udmalıyıq. Ay, İsmail Akinde sezonundu. Akinde buraya gelin ha. Yok. Akinde'ni koyak yerine. Devam edirik. Asım Mamadov ikinci oyunu. İsmail Akinde. İsmail Akinde. Ay. Ya sen gergin kesin basılacak bu. Vay 90'lara vurdu. İşte. Araz Aliyev vurur. Müşliyen hücumda. Hadi. Qayıdabilirik, 2-2 eləyə bilərik. 2-2 eləmək şansımız çoxdur. Ve 2-1 olacaq deyəsən. Maç burada bitir. Və 3 xanla oyunu bitiririk. Yəni hələ önümüzdə bir çox oyun var. Yəni geri qaytara bilərik. Ara transferdə geçən transfer eləsək geçən olar. Sağ olun. Bu oraya qədər idi. Hoşça kalın.